Salam əziz həmvətənlərimiz, Paris şəhərindən sizləri salamlayıram. Parisin düz mərkəzində, Eyfel gülləsinin yanında. Arxamızdakı Azərbaycan mərkəzidir. Bəli, üç rəngli müqəddəs bayrağımızı Avropa ölkələrində də, Azərbaycanımızın bütövlüyü bərpa olunmasında da, bugün Qarabağımızda, Xankəndimizdə, Kəlbəcərimizdə, Azərbaycan dövlətimizdə üç rəngli müqəddəs bayrağımız bu cür dalğalanır. Onun səbəbkarı, ey qeyrətli həmvətənlərim, Parisdən sizlərə səslənirəm. Unutmayaq ki, İlham Əliyev Heydər oğludur. Bəli, Azərbaycanımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışını qəbul edərək 1993-cü ildə Azərbaycan xalqını xilas etdi. Bəli, Allah Ulu Öndər Heydər Əliyevi qəni-qəni rəhmət etsin. Bugün Ulu Öndər Heydər Əliyevin ruhu da şaddır ki, Şuşamız azad olunub. Ulu Öndər Heydər Əliyevin bugün siyasətinin davamçısı Cənab Prezident İlham Əliyev Heydər oğlu vardır. Biz Azərbaycan xalqı olaraq fəxr edirik ki, Azərbaycan dövlətimiz hüququ, demokratik bir dövlətdə yaşayaraq Azərbaycan dövlətimizin lideri İlham Əliyev Heydər oğlu vardır. Mən bu yoldan, çətin yoldan, haqq yolundan dönəsi deyirəm. Buradan səslənirəm. Bəzi o insanlara ki, mənə hədələr, məni təhqirlər etməklə, mənim yolumdan azdırmaq istəyirlər öz düşüncələri ilə, onu anlasınlar ki, mənim haqq yolumda kimliyindən asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq, məni bu haqq yolumdan döndərə bilməyəcək. Eşq olsun Azərbaycan xalqıma, eşq olsun Azərbaycan dövlətinə. Bəli, bir daha da fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən Azərbaycanlı olaraq üç rəngli müqəddəs bayrağım Azərbaycan bütövlüyümdə dalğalanır.